İbn Qayyim rahimehullah Teala Dəd və Dəva kitabında görün nə deyir. Buyurur ki, ən böyük fiqh və dərin anlayış odur ki, insan ölüm anında günahlarının onu yarı yolda qoyacağından qorxsun. Çünki günahlar onunla gözəl aqibət, yəni husnul xatimə arasına daxil olub, onu yarı yolda qoya bilir. Onu gözəl sonluqla ölməkdən mane edə bilir. Yəni sənə demək istəyir ki, günahların pis aqibəti var. O pis aqibətindən biri nədir? Sən öldüyün zaman günah sənə imkan vermir ki, sən husnul xatimə, yəni gözəl sonluqla öləsən. Əksinə səbəb olur ki, sən pis sonluqla ölürsən. Fikir versək kəlamda nə deyir? Deyir ki, bu ən böyük fiqh və dərin düşüncədir. Yəni bir kişinin ən gözəl anlayışlı olmasındandır ki, dərin fiqhə sahib olmasından, böyük bir zəkaya sahib olmasından da sayılır ki, düşünsün ki, bu günahlar boşa getmir. Bunun çox pis aqibəti var. Ən pis aqibəti odur ki, səbəb ola bilər ki, mən pis sonluqla ölə bilərəm.